Beynəlxalq araşdırmalara görə ailədə zehni yükün 71%-ni analar daşıyır. Uşaqların dərs proqramını yadda saxlamaq, evdə nə əskikdir deyə düşünmək, ailə üzvlərinin sağlamlığı, qidalanması, gündəlik rutinləri ilə bağlı bütün detalları beynində daşımaq. Bu görünməyən, lakin daim var olan zehni yük bir çox ailədə demək olar ki, yalnız anaların çiyinlərinə düşür. Bir çox qadın deyir ki, həm evdə, həm də çöldə işləmək onların üzərinə daha çox yük qoyur və bu yük fiziki olduğu qədər zehni baxımdan da böyük enerji tələb edir. Bir çox ailədə kişilər ev işlərinə yardım etdiklərini düşünsələr də, bu yardım yalnız idarə etməklə məhdudlaşır. Halbuki planlama, təşkil etmə və vaxtında xatırlatma işin əsas zehni hissəsini təşkil edir. Psixoloq İlahə Aslanovanın fikrincə, zehni yükün uzun müddət bir şəxsin üzərində qalması qadınlarda emosional tükənmə, depressiya və narazılıq hissi yaradır. Bu da ailə-daxili münasibətlərə birbaşa təsir edir. Biz qarşı tərəfdən qeyri-real daşıyacağından artıq yüklüyürük və gözləntiyə giririk və bu gözləntimizi görmədiyimiz zaman da bir düşüş yaşayırıq və yaxud da ki, hər iki tərəf iş prinsipinə, potensialına, bacarığına uyğun məsuliyyət qoyulur və ona uyğun götürülməlidir. Məsələn, ev mənim, uşaqlar sənin kimi bölgü olmamalıdır. Çünki burada artıq yenə də ədalətlilik və bərabərlik prinsipi pozulmuş olur. Tədqiqatlar göstərir ki, ailə məsuliyyətini paylaşan cütlüklərdə həm münasibətlər daha sağlam olur, həm də uşaqların psixoloji inkişafına müsbət nəticə göstərir. Firuzə Məlikzadə, Davud İbrahimov, Şəbnəm Qurbansoy, Xəbər Ertəsi.